Fəaliyyəti 2022-ci ildən rəsmi qaydada dayandırılan Estetik Dermal Filler MMC-nin direktoru Nail Adıgözəlli minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verdiyi səbəb gətirilərək 1000 manat cərimələnib. Yenavaz.com xəbər verir ki, bu barədə şirkətin direktoru Nail Adıgözəlli məlumat verib. Direktorun sözlərinə görə sözügedən dövrdə müəssisə heç bir fəaliyyət göstərməyib, gəlir əldə etməyib, işçi əməyindən istifadə etməyib və ümumiyyətlə əmək haqqı ödənişi həyata keçirməyib. Stat: Şirkətin fəaliyyəti 17 aprel 2022-ci ildən 17 aprel 2027-ci ilədək vergi orqanlarında müvəqqəti dayandırılıb. Buna baxmayaraq Dövlət Əmək Müfəttişliyi Xidməti 28 aprel 2026-cı ildə İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə elektron qərar qəbul edib. Qərardan verilmiş şikayət 8 iyun 2026-cı ildə təmin olunmayıb. Həmin qərar isə yalnız 20 iyul 2026-cı il tarixli məktubla təqdim edilib. Statın sonu: Nail Adıgözəlli Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu qərarını etiraz edərək bildirib ki, qanun minimum əmək haqqından aşağı məbləğin əmək müqaviləsində göstərilməsinə görə deyil, həmin məbləğin işçiyə faktiki ödənilməsinə görə məsuliyyət nəzərdə tutur. Onun sözlərinə görə qərarda əmək haqqının nə vaxt, hansı sənəd əsasında və hansı üsulla ödənildiyini təsdiq edən heç bir bank çıxarışı, kassa sənədi və ya əmək haqqı cədvəli yoxdur. Stat: Cərimə yalnız elektron sistemdə əvvəlki dövrdən qalmış əmək müqaviləsində göstərilən məbləğ əsaslanıb. Digər diqqət çəkən məqamçı elektron sistemində işçi kimi görünən şəxsin elə şirkətin direktoru və qanuni təmsilçisi olmasıdır. Şirkətdə başqa işçi olmayıb. Direktor real əmək funksiyası yerinə yetirməyib və özünə əmək haqqı ödəməyib. Belə olan halda fəaliyyəti dayandırılmış müəssisənin direktorunun özünə minimum əmək haqqından aşağı maaş verməklə güya öz əmək hüququnu pozması barədə nəticəyə gəlinməsi həm hüquqi, həm də məntiqi baxımdan suallar doğurur. Qərardan sonra elektron sistemdə qalmış məlumatın aradan qaldırılması məqsədilə əmək müqaviləsinə 30 aprel 2026-cı ildə xitam verilib. Lakin sonradan edilmiş bu texniki düzəliş əvvəlki dövrdə əmək haqqı ödənildiyini sübut etmir. Buna baxmayaraq şikayətə baxan orqan məhz müqavilənin sistemdə qalmasına və qərardan sonra ləğv edilməsinə istinad edərək ilkin cəriməni qüvvədə saxlayıb. Statın sonu: Nail Adıgözəllinin müraciətində məsələ ilə bağlı daha ciddi iddialarda yer alıb. Bildirilib ki, araşdırma zamanı oxşar cərimələrin yalnız fəaliyyəti dayandırılmış müəssisələrə deyil, artıq hüquqi şəxs kimi ləğv edilmiş şirkətlərə, hətta vəfat etmiş şəxslərin adına da tətbiq edildiyi müəyyən olunub. Stat: Bu məlumatlar təsdiqini taparsa, söhbət ayrı-ayrı texniki səhvlərdən deyil, faktiki hallar yoxlanılmadan elektron məlumatlar əsasında avtomatik cərimələrin tətbiqindən gedə bilər. Minimum əmək haqqı ilə bağlı qanunvericiliyin əsas məqsədi işçilərin əmək hüquqlarını qorumaqdır. Lakin ortada nə fəaliyyət göstərən müəssisə, nə faktiki işçi, nə görülmüş iş, nə də ödənilmiş əmək haqqı olduğu halda cərimə tətbiq edilməsi bu məqsədə xidmət etmək əvəzinə vətəndaş üçün əsassız inzibati yük yaradır. Statın sonu: Hazırda Nail Adıgözəlli qərardan məhkəməyə şikayət etməyə hazırlaşır. O, Dövlət Əmək Müfəttişliyi Xidmətindən əmək haqqının faktiki ödənildiyini sübut edən sənədlərin açıqlanmasını, həmçinin fəaliyyəti dayandırılmış və ləğv edilmiş müəssisələrlə bağlı tətbiq olunan cərimələrin yenidən araşdırılmasını tələb edir. Məsələ ilə bağlı Yenavaz.com açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, fəaliyyəti dayandırılmış şirkətə aktiv əmək müqaviləsinə görə cərimə yazılması düzgün deyil. Stat: Amma əmək müfəttişliyini də başa düşmək olur. Onlar sistemə baxır, görür ki, müqavilə aktivdir. Halbuki faktiki vəziyyəti araşdırmalı idilər. Şirkət fəaliyyətini dayandırıbsa, bu barədə vergi orqanından məlumat əldə edə bilərdilər və etməli idilər. Digər tərəfdən, şirkət rəhbərliyinin də müəyyən məsuliyyəti var. Fəaliyyət dayandırılarkən əmək müqavilələrinə də xitam verilməli idi. Ancaq faktiki əmək münasibəti olmayıbsa, bunu əsaslandırmaq mümkündür. Statın sonu: Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığımız sorğuya isə cavab veriləcəyi bildirilsə də sonradan cavab ala bilmədik.